Salam millət, necəsiniz, nə var, nə yox? İlk öncə kanalımıza xoş gəlmisiniz. Artıq bir neçə tələblər üzərinə biz də YouTube kanalını açdıq. Artıq bu platformada da olacağıq. Bu platformada olmağımızın səbəbi təbii ki, trade öyrətmək olacaq. Belə deyim də, artıq burada trade pulsuz şəkildə bir dənə seri olaraq paylaşacağam. Burada öyrənə bilərsiniz də, yəni qısa konkretlə çox da özümüzü sıxmayaq, başa düşdün? Yəni dedim ki, biraz şeycə danışım, biraz mədəni şəkildə. Görürəm alınmır, başa düşdüm. Biraz dedim səlis olaq da qaqaş. Axırı da yəni onu deməyə çatdırıram ki, bu kanalda siz əsas nə öyrənəcəksiniz? Trade öyrənəcəksiniz. Bu trade başlamaq istəyirsinizsə, hər şeyi gözə alırsınızsa, bu videonu izləyirsinizsə artıq hər şeyi gözə almısınız. Yəni bu trade yolunda sizi çox şey gözləyir. Pulunuzu itirəsiniz, psixoloji olaraq çökəsiniz. Necə deyim, elə vaxtlar olacaq, hətta ağlayacaqsınız, çox şeylər olacaq, çox sıxıntılar çəkəcəksiniz. Bunların hamısını gözə almısınızsa, bu kanalı izləyə və yaxud da trade öyrənə bilərsiniz. Amma ki, yox, gözə almırsınızsa, ehtiyac yoxdur. Özünüzə boşuna əziyyət verməyin. Bu trade sahəsi sizin düşündüyünüzdən də çox çətin bir sahədir. Həqiqətən çox çətin bir sahədir. Çünki siz burada banklardır, milyoner, milyarder firmalar, bunlara qarşı siz savaşırsınız və bunlardan pul qazanırsınız. Biz bu sahədən sizə pul qazanmağı öyrədəcəyik və bu sahədə olan insanlar Azərbaycanda çoxsu ya kurs satır pul qarşılığında, yəni heç nə. Özləri gəlib YouTube-dan öyrənir, satır və yaxud da bambaşqa bir şeyləri satır, özlərinin adını qoyurlar mentor. Və yaxud da biz mentorluq eləmirik. Sadəcə həqiqətən insanlara nəyə başa salmaq. Mənə profitable nə idi Allah baxış yazarlar pis deməkdir ki, profitable. Mən tanıma bilir ki, danışığım o dərəcə yaxşı deyil, nə isə. Profitable trader olaraq necə trade atıram, sizə bunu öyrədəcəm. Çox da məsəl üçün ICT konseptlərini öyrədəcəm əsas. ICT konseptlərindən məsəl üçün çox şey girməyəcəm. Niyə girməyəcəm? Çünki mən əsas nədə profitable trader olmuşam, nəyə baxmışam, hardan işləmlərə daxil oluram. Təbii ki, ilk başda yəni qısa şeyləri öyrədəcəm. Yəni ümumiyyətcə qrafika açanda nəsə başa düşməyinizi öyrədəcəm. Ondan sonra təbii ki, işləmə almaqlardır, fon şirkətləridir, bunlara başa salacağam. İnşallah getdikcə sizi bir şeylər başa salmağa çalışacağam. İnşallah bu video sizə xeyirli olar. Plusdakı dediyim kimi, əgər qabağınıza məqsəd qoymusunuzsa, buna çatmalısınız. Yəni hər şeyinizdən hər şeyi göz almalısınız da, qısaca deyim də, yəni hər şey uduzmağı da, udmağı da, hər şey. Yəni belə deyim də, 100 dollar itirirsiniz də əliniz əsməsin. Və yaxud da depressiyaya düşməyin. Depressiya onsuz düşəcəksiniz. Bu qaçınılmaz bir şeydir. Depressiyaya düşmək qaçınılmaz bir şeydir. Mən dəfələrlə depressiyaya düşmüşəm və hələ də düşürəm. Burada problem yoxdur. Uduzmaqda problem yoxdur. Bu işin, bu trade həyatının, bu yolculuğun dadı duzu zaten uduzmaqdır. Uduzduğunuz şeylər sizin təcrübə yaratmalısınız. Yadınızda saxlayın. Elədiyiniz yanlışları təkrarlamayın. Bacardığınız qədər çox yanlış eləyin. Amma o yanlışları təkrarladığınız vaxt siz yerinizdə sayırsınız. Amma ki o elədiyiniz yanlışı, məsələn bu yanlışı elədim, bu yanlışdan təcrübə çıxartsınız, o yanlışı bir daha eləmədinizsə, artıq yanlışın bir limiti var. O limitdən sonra artıq siz necə deyim, yanlışlar eləmirsiniz. Başa düşdünüz necə? Yəni o dəfə elədiyiniz yanlışı bir də eləmirsiniz. Artıq siz profitable trader olmaq ehtimalınız mümkünsüz kimi bir şeydir. Necə ki, trader olmaq bu başdan videoya baxanlar profitable olmaq nə qədər çətin bir şeydirsə, artıq o yanlışları düzəltdikcə, onlarda təcrübə aldıqca profitable olmamaq çətin bir şey olur. Başa düşdünüz nə demək istədiyimi? Yəni ona görə yenə deyirəm, bu yolculuğu artıq mən keçmişəm. Bu yolu mən keçmişəm sizə. Bu yollarda mən düşdüyüm çuxurlardır, mən düşdüyüm yerlərdir. Onları mən sizə başa salacağam ki, siz o yerlərə düşməyəsiniz. Yəni belə. Və Azərbaycanda da olsun, hətta
Türkiyənin bəzi kanallarında olsun, yəni çox red kanallar var ki, həqiqətən bu işin dərinliyini öyrədir. Mən sizə bu dərinliyi öyrədəcəm. İşləmlərdə uduzmamaq və yaxud da ki, onu daha aşağı səviyyəyə endirmək üçün əlimdən gələni sizə köməklik eləyəcəm. Plus da ki, nə axırdan sonra bütün bootcamp serisi olacaq. O seri papka kimi şəkildə olacaq. Onları izləyəcəksiniz axıra qədər. Ondan sonra nə olacaq? Ondan sonra da ki, sizin əlavə suallarınız varsa, nə haqqında video çəkməyimi istəyirsiniz, onları çəkərəm. Yəni bu platformada bacardığımız qədər yenə deyirəm, aktivlik göstərəcəyik və əlimizdən gəldiyi qədər sizə köməklik edəcəyik. Və bizim Telegram kanalımız var. O Telegram kanalında hər kəs söhbət eləyir. 7/24 orada aktifik. TikTokda da canlı yayınlar açırıq. Orada trade atırıq, canlı şəkildə işləmlər açırıq. TP, stop, yəni qazanc və yaxud da uduzuruq. Yəni trade həyatı belədir. Yenə deyirəm. Bunları gözə alırsansa, xoş gəlmisən. Heç nə. Bu günlük onda bu qədər deyək. Bundan sonraki videomuz nə haqqında olacaq? Təbii ki, trade nədir? Bunları başa salacağım. Onlarki sonraki videolarda onun arxasınca gələcək strategiyalardır. Ümumiyyətlə qrafik açanda nə görürsən, onlar olacaq. Heç nə. Görüşənədək.